Zaur müəllim, xatırlayıram ki, o zaman Füzuli ilə Xocavəndin azad olunması uzanırdı. Hətta Cəbrayıl daha əvvəl azad olundu. Bu nə ilə bağlı idi? Həmin günlərdəki döyüş əməliyyatlarından danışmağınızı istərdim. Bizim komandanlığın qərarına əsasən cəbhəni cənub istiqamətində genişləndirmək üçün xüsusi təyinatlı qüvvələri həmin istiqamətdə döyüş əməliyyatlarına cəlb etdi. Düşmənin Ohanyan səddi adlandırdığı o maneələri keçmək o qədər də asan deyildi. Ön xəttin yarılmasından sonra biz xüsusi təyinatlı qüvvələr hücumu Cəbrayıl istiqamətində genişləndirdik. Və artıq oktyabr ayının 4-də biz Cəbrayıl şəhərini düşmən işğalından azad etdik. Xüsusi təyinatlı qüvvələr komandanının qərarına əsasən bayaq soruşdunuz, hücumun istiqaməti Füzuli istiqamətinə deyil, Hadrut istiqamətinə dəyişdirildi. Çünki düşmən Hadrutda daha çox sayda qüvvələrlə cəmlənmişdi. Onların böyük bir diviziyası orada yerləşmişdi və onlar Cəbrayılı alandan sonra əks hücum edərək bizim bölmələrimizi mühasirədə saxlamaq istəyirdilər. Amma buna baxmayaraq artilleriya və aviasiyanın dəstəyi ilə xüsusi təyinatlı qüvvələrin bir taburu onların qarşısını alaraq məhv etdi və geri çəkilməyə məcbur etdi.